biz unutmamalıyıq ki, birinci növbədə orta məktəblərin əsas məqsədi ali məktəblərə abituriyent hazırlamaq deyil, həyata insan hazırlamaqdır. O, həm psixoloji baxımdan düzgün formalaşmalıdır, həm də bacarıqlar baxımından bir yaşam imkanlarına sahib bir insana çevrilməlidir. Biri var nəzəri biliklər, bir də var praktik biliklər. Praktik cəhətdən görünən daha yadda qalınır və daha çox bağlılıq, duyğu bağlılığı yaradır. Bir məsələdə ki, duyğu bağlılığı var, orada öyrənmə daha tez başa gəlir, orada istiqamətləndirmə daha tez başa gəlir, yönləndirmə daha tez olur, nəinki nəzəri öyrədilmədə. Necə ki, bu zamana qədər tarix elmində ən qədim nailiyyətlər insan inkişafına, insan inkişafı yeni nailiyyətlər cəmiyyət inkişafına yönəlmişdi. Eynən də cəmiyyətin inkişafının sırf elmlə əlaqəli bir bağ olduğunu, yalnız bu elmi bağın biz insanlardan asılı olduğunu təbliğ eləmək lazımdır.